Uşaqların bələnməkləri, onların ayaq uzunluğunun və ya ayaq şəklinin gələcəkdə formalaşması ilə heç bir əlaqəsi yoxdur. Salam əziz həmvətənlər. Mən bu gün sizə but çanaq oynağının anadan gəlmə displaziyasının müalicə edilmədiyi zaman hansı fəsadları yarada biləcəyi haqqında sizə qısa məlumat vermək istəyirəm. Nədir bu çanaq oynağının displaziyası? Öncəliklə bir qısa bilgi verim ki, bu çanaq oynağının displaziyası uşaq doğulduqdan sonra yeni doğulanlarda but sümüyü başının çanaq nahiyəsində, yəni sirkə kasasında olan təmasının tam doğru olmaması nəticəsində tam formalaşmayan sirkə kasası və buna uyğun da but sümüyü baş və boynunun sonradan deformasiya olunması ilə və yüksəkdə qalça çıxığı dediyimiz, yəni but çanaq oynağının tamamilə çanağın üzərinə çıxması ilə baş verə biləcək patologiyalar ortaya çıxır. Displaziyanın əsas yaradan kənar səbəblər, fenotipik səbəblər uşaqların uşaq vaxtı bələnməsidir. Kəsinliklə uşaqların bələnməsini istəmirik. Bilginiz olsun, valideynlər, qaynanalar, gəlinlər bilsinlər bunu. Bələnən uşaqlardır. Ayaqlar yaxınlaşdırıldığı zaman but sümüyün başı çanaqdan uzaqlaşır və inkişaf edən çanaqda sirkə kasası tam inkişaf etmir, yəni dayaz qalır, sığı qalır və beləliklə də displaziya yaranır.